Hamınıza salam aleykum dostlar, ne tərsiz? Ümidvaram ki, yaxşısınız. Bugün sizinlə birlikdə yeni bir Brawl Stars videosuyla qarşınızdayım və bəli, mən axırıncı dəfə Brawl Stars videosunu iyunda atmışdım, iyun ayında. Bir də mod, bir də hesabımla atmışdım. Həmin hesabım isə qardaşım hesabıdır bu. Və bu video biraz uzun olacaq. Şeydə hesabımı həm tanıtacağım, həm də ki danışacağım nə üçün falan filan. Bəli, burası hesabımız gördüyünüz kimi budur və dostlar bir dənə göstərəcəm. Bugün PSG Bayern oyunu oynayıram. Mən PSG-nin sınavda inanıram ki, udacağıq. Nəysə dostlar, deyirəm ki, mən Free Fire buraxdım nə görə. Yəni, Naruto mən deyirəm, hesabım falan filan görməyib. Yəni, kimsə bilmir hesabımın kim falan. Amma özüm buraxdım. Çünki mənə görə Free Fire marağı ölmüşdü dostlar. Marağı da getmişdi də. Arkadaşlarım da aranızda kim olsaydı, Free Fire yəqin məni görərdilər falan filan. Oyuna çox girmirdim. Bir dəfə girirdim oyuna Free Fire. O da 5-10 dəqiqə bir dənə Xperia oynayıb çıxırdım. Yəni marağım yox idi mənim. Free Fire əvvəlki marağı yoxdur. Və Free Fire məndən bax kaos etkinliyi gəlsə, yəni kaos etkinliyi hələ də kimsə bilmirsə, deyim də sizə nə yazın. YouTube'a yazın, Cihao Free Event yazın. 2024'də yazın, yəni qabağınıza çıxınca belə qırmızı şəkil, orada qırmızı bir adam var, ağzı maska, belə qorxulu adama biraz oxşayır. Yəni yanında şeytan saslı qız var. Bu etkinlik əgər gəlsə başlayacağım. Amma yəni demək istəyirəm, Naruto olmayın, Free Fire hesabım zadım getməyib. Özümün istəyi ilə buraxmışam. Maraq olmuşdu. Yəni hal-hazırda indi istəsəm Free Fire hesabımı gətirib girə bilərəm. Yəni, mən hal-hazırda istəyirəm Free Fire təzə yükləyib oynaya bilərəm. Çünki hesabım zadım getməyib. Bunu özüm istədim. Və dostlar, həmin şeyə görə Kaos 2024-də yəqin bilirsiniz gəlmişdi. Və mən Kaosun gəldiyi günün səhərsi, baxın, hesab oluşturma tarihi 2024. Yəni səhərsə günü mən bu Brawl Stars'ı yaratmışdım. Amma Free Fire'də aidimiz Azad Free'dir. Adımı qoymuşam da Azad. Belədir hesabımız gördüyünüz kimi. Nəysə, hesabımız budur, belədir. Yəni hələ tam göstərəcəm. Və dostlar, bu hesab Eldar hesab olan hesab 8 falan ay əvvəl bir dənə mod var. Baxın, bu modu gəldi və sahişlərinizə videonun başı iyun ayında atmışam. Baxın, yazmışam Brawl Stars yeni xarita, yəni yeni bir mod zat yazmışam, oynamışam. Ekranda burnu qırıq, burnu biraz qırıq, burnunda yara bandıdan kostyum var. Baxın, bu. Bunun kostyumu var. Videonun kapak fotosu budur. Nəysə, yəni dostlar, mənim budur qardaşım, Eldar mənim qardaşımdır. Həmin o hesab bu hesabdır, yəni deyirəm. O çəkdiyim o vaxt ki, videonun bu hesabını çəkmişim. Baxın, bu kolt, o vaxtın koltu. Bu hesab, həmin o çəkdiyim hesab bu hesabdır. Və bu sonra bura qardaşım, Brawl Stars başladıqdan sonra hesabı verdim qardaşıma. Və Eldar da adı. Yəni Free Fire hesabı var, yəqin o sizə göstərmişdim. Bilmirəm, hansı videoda desin göstərmişdim əvvəlki. 9 yaşı var və hesabı, mən bu hesabına verəndə 32 karakter var, indi özü 100'ə qaldırıb, 100 karakteri. Hələ qurma tarihi 2025-də deyəsən. Deyəsən, yox idi 2025-dir. 100 karakteri var. Bir dənə də karakter alsa gəlir şöhrətə və yeni karakteri bu gün aldılar. Bu Cici. Hazırda da oyundadır. Qardaşım adı Eldar, amma onun ID şeyin biraz qərbədir. Azad Yusuf İlham. Azad Yusuf İlham'a baxarım biz. Bunlarla oynayırdıq. Məhlə dostlarımdır. Nəyəcə sağımız, indi sağımı tanıtacağım. Qardaşım hesabı vəhşi kimi kasır, vəhşi. Məndən daha çox kasır. Mən də təbii ki, günə 4 saat falan oynayıram, amma bu 4 saat, 5 saat belə. 100 karakter 37.000 kupası. Mənim də 30.000 kupayım. O məndən 7.000 kupası. Və mənim 95 karakterim var. İkimiz də oynayıb bitirməmizə az qalıb. Və oyuna belə karakter gəlib Damiyandadır. Çox zor karakterdir. Əsas ultisi çox zordur bunun. Hesabımıza keçək dostlar. Hal-hazırda Krov açırıq. Sonuncu efsanevimizi açırıq. Bir efsane, bu da Krov qalıbdır. Və hesabım o vaxtdandır. Və Brawl Stars'da ən sevdiyim etkinlik, çox etkinlikləri sevirəm. Məsələn, ən sevdiyim bir Mələk Şeytan etkinliyi, Süngər bir falan filan. Amma mənə sıralama versəz belə eləyərəm.
Mən 2024-də başlamışam, nə bilirəm. Lap birinci yerə Süngər Baba qoyuram, Süngər Baba etkinliyi. İkinci yerə dostlar, deməli, Mələk Şeytan qoyuram. Üçüncü o vaxt mən 2024-dən başlamışam, 2 il əvvəl. Godzilla etkinliyində var idim. 3-ə Godzilla-nı qoyuram. Dördüncü yerə qaqa şey qoyuram. O Mandy Candy var, Berry'nin gəldiyi vaxt, Berry. Bu at karakterinin gəldiyi vaxt. 2020-də yayda gəlmişdi o, baxın bu karakter. Orada da var bu. Mən bunun gəldiyi moment almışdım. Belə bir də ki, 5-ci yerə hansını qoymuş. 5-ci yerə daha etkinlik görürsən. Ən sevmə etkinliklərdən biri 5-ci yerdə də nə bilim işte də dostlar. Ağlıma bax çox etkinlik bilirəm. Tək yadımdan çıxdı bir anlıq. Nəsə işte ən sevdiyim 4-dür budur. 5-ci yerdə nə bilim işte başqa etkinlik falan olar. Hesabımızı tanıtmaya başlayaq. O vaxtlarım mən başqa Brawl Stars videosu çəkib atmışdım kanalda. Atmışdım ki eski hesabımı, yəni yeni hesabımı tapdım. Eski hesabımı tapdım yazmışdım və həmin videonun başlığı da belədir. Eski 46 karakterli hesabım, yəni 46 karakterli hesab. Yəni həmin o hesabda bu hesab, elə bu hesab 2024-dür. Yəni bu hesabın hər şeyi özüm əməlləmişəm eləmişəm. Nə kimsədən çalmamışam, nə də satmamışam. Hesabı özüm əziyyətlə buralara qədər gətirmişəm. Və hesabın həmin atdığım video 2025 yayı 46 karakterində 2026 maydı, aprel axırı maydı. Və şeydir, baxsanmış arada çox fərq var. Yəni dəqiqə 4 Polun fərq var da 49 karakter almışam. Ondan sonra qaqa ben bir sənədir. Neyse videomuza. Yəni 95 karakteri 2 ilə almışam və dostlar oyunu mən arada Brawl Stars'ı arada düz 9 ay buraxdım. 9 ay boyunca da Free Fire dalbadar oynadım. 9 ay yəni Brawl Stars oynamadım. Mən 9 ay içərisində oynamaya 95 karakter eləmişəm. Bəs bax ən böyük soru. Mən həmin 9 ay boyunca 9 ay boyunca da Brawl Stars buraxmasam, elə normal oynasaydım nə qədər karakter olardı. Yəni, bax onu deyirəm 9 ayda polnu vaxtda. Onu deyirəm mən hal-hazırda dünya şöhrəti 3 idim ya da ay şöhrəti falan idim. Amma yəni deşin olmaz, çatırıq dünya şöhrətinə. Keçək videomuza. Birinci başlayaq Shelly'dən, Shelly. Desansı kostyumlar gedibdir, mağaz yerinə gedibdir, mağaza yerinə. Mən dükkanıza gedibdilər. Kostyumlarımız, Nita kostyumları bunlardır. Bunu kuşanaq təbii ki də. Colt kostyumlarımız, Colt'a kostyumlar. Budur, bunu kuşanmışıq, Mələk Şeytan. Bull kostyumu. Mənə dostlar özdə deyirəm. Məndə şeytan və mələyin, şeytanın da, mələyin də bütün kostyumlar var. Şeytan etkinliyinin şeytanın 7 ayı özünə 7 kostyum var, mələyin 7 dənə kostyum var özünə aid. Baxın, nədir buna baxın. Və məndə mələk şeytandan 14 kostyum ümumi 14'ü də var. 14'ün hamısı var. Yəni mən mələk şeytanı o qədər, yəni təsəvvürünüzə gətirin, o qədər çox kasmışam. Görürsünüz, hamısı var. Bunlar da işte qaqa, bunları sayma. Bunlar obs kostyumlarımdır. Yalnız Reaksa'da məndə bütün şeytan yeməyi kostyumlar var. Onları saymayaq, onlar əsas adı var. Bu Brock da mən 2024 iyun ayının Brawl Pass kostyumuydu. Amma mən bunu mücəffərlə almışım. Yəni almışam, daha doğrusu efsanevdən çıxıb. Elpin o kostyumu, what the fuck, bu nədir qaqa? Ben səslə. Oyun səslə. Bu şuraya görüm qaqa, bu nədir? Kostyumlar belədir. Qəşəng kostyumlarımız var, bunu quşamışam. El Dragon Rosado. Barley'də bunlar var. Mən Barley onları çox sevmirəm. Poco'da çox kostyum var və elə ən yaxşı kostyumlar da var. Bu var və bunu pulsuz vermişlər. Rozada 2 dənədir bu. Quşamışam. Jesse'de 3 dənədir və 39 elmasa, bildim. Bunu almışam deyə. Mən bunu da efsanevdən çıxmışdım ha. Və mənim ən sevdiyim Super Ender Dynamite, Aşçı Mike var, Tengu Mike var, Robo Mike var, Fişek Büyücüsü Mike var, Okkultist Dynamite var və belə bir kostyum var, Robonu quşanmışıq. Belə tikimiz var.
Mən da həyəcanla 23:02-də saat 23:00 gözləyirəm. Saat yəni gecə 11 PSG Bayern Münih oynayır. PSG-nin tutan tərəfi. Rico'da kostyumlar dəhşət doludur. Baxın, dolu altın, toyuq. Görüm sonra Diallo. Ya Rico'nun əsas bütün kostyumlar yəni demək olar ki, bir gümüş falan saymayaq. Və bunu kuşanmışam. Səs falan zordur deyə. Darly belədir, bunlar belədir. Karl belədir. Hesabımın ilk destansı kostyumu budur. Bu hesabın ilk destansı kostyumu budur. Destansı. İblis qası var, yəni şeytan qası var. Zebani bu var, yəni şeytan var. Evimizdə çoxdur və mən evimizin bu Brawl Pass'ini almışdım. Bunlarla bu FF bu kanalıma atmışam, yəni ki, baxa bilərsiniz. Ən son atdığım da Brawl videosu desin. Sports'ta Esnaf oyun pulsuz vermişdi. Bunlar belədir. Bunu kuşamışam. Bu 29 elmasa düşmüş deyə mən almışdım. Başqa kötü cross Pam var. Bu Pam'in efsanevi kostümü, ən yaxşı kostümü və bunun amma Star Drop'dan Kaos kutusuna ultra yazıb çıxmış və bir bilərsiniz. Brawl Stars'da kaos var. Kaos mənim həyatımdan sımırdı qaqa. Free Fire bıraxdım ama yine de kaos həyatımdan çıxmayıb. Çünki Brawl Stars'da da var. Yəni bu kaos mənim ömrümdən çıxan deyil. Free Fire'da getdi, gəldi Bravla. Yəni bitim deyil də həyatımdan çıxan deyil. Nəyəsə mənə yapışıb. Franka göstəribsə və mən niyə bunu kuşandım? Bunu kuşanaq. Bunlar belədir. Bunlar çox belədir. Mesela söyüşə görə bağışlayın. Yuxarıda ay biləyəcəm. Söyüşə görə bağışlayın. Buna da Gogo Edgar edəcək. Bax Gogo Edgar. Bunlar axırda baxaq. Bunlar var ama bunu kuşamışam. Nəysə biraz deyə bilərsiniz. Biraz nallıqsa deyə bilərsiniz. Bunu kuşamışam. Grom bunu bilirəm. Grom bilirəm. Mən bunu almışam. Bu mənə şeytan qutudan 100 elmas almışdım. Bunny'dən bunlar bunu kuşamışam. Jolly, yəni Jail'də. O bu Colette'in şeyi getdi qaqa bug'ı. Colette olsa Brawl Stars'a mənim kanalım kimi eləyirsə, oynayırsa bilər. Colette 3 gündür ki oynanılmır. Yəni yasaqlanıb. Karakteri seçib oynamaq olmur. Çünki oyuna bug gəlmişdi. Colette bug'lı idi də elə bir. Bu Colette yəni ölmürdü. Vururdu nə qədər özünün canı çoxaldı və ölmürdü. Belledir bu Bell. Ən yaxşı kostyumdur bu gizemli kostyumdur. Ən yaxşı kostyum da bizdə var. Mənə çox karakterin ən yaxşı kostyumları var. Pinyata iş var. Başqa Lola belə. Məsələn Cobra Lola ən yaxşı kostyumlu Lola var məndə. Səmin ən yaxşı kostyumu da və məndə var. Mendy heç kostyum yoxdur. O qədər də Mendy'yi sevmirəm. Sevirəm amma dəhşət çox pis eləcək qədər yox. Tapdım dostlar 5-ci yerdə mənim ən sevdiyim etkinlik burası da Subay Surf etkinliyi yadıma düşdü. Bu da Subay Surf etkinliyindən çıxmışdı. Bu Pearl ən sevdiyim destansıdır. Larry'dən Lowry. Bu var. Sushi'dən çıxmışdı bu Angela. Berry. Bu Berry kostyum nadirdir. Hal-hazırda yəni oyunda yoxdur. Yəni bunu kuşanmam daha zor. Şeyimiz var. Meeple var belə. Frank bunu pulsuz vermişdi ona. Yəni ən sevdiyim gizemli Mortis. Bu Hades Mortis. Mən bunu Brawl Pass almışam. Bu Brawl Pass Plus deyildi. Yayda almışdım. Pulu almışdım. Plus'a o qədər də pulum çatmadı deyirəm. Plus elə Brawl Pass'in özünü aldım. Jim beləydi. Max belədir. Max belədir. Ajan Mr. P. Sprout'da çox kostyum var qaqa bizdə. Superstar Byron var. Məndə Squeak'ın bütün kostyumları var. Gerilla Squeak var. Ay tavşan Squeak var. Patates Squeak var. İnek Squeak var. Yapışqanla Squeak var. Kutsal böcək Squeak var və aşk istiri Squeak var. Bu ən yaxşı kostyum, gizemli kostyum, ən yaxşı kostyum yoxuşamışam. Lo belədir, rafsımız belədir. Bazda budur kostyumlar. Yoxuşamışam. Fang şeytan Fang. Başqa bunlar da belədir. Bunu yoxuşamışam Karaperi. Bastırda baxın bu desəm mələkdir də, nə? Mələkdir bəlbəməli. Kızıl artı old kostyum bu.
Amma Brawl Stars desəz ilk dəfə başlamışam. Mən Brawl Stars ömrümdə ilk dəfə 2020-də oynamışam. 2020-də başlamışdım. Yadımda 2000 kupa olmuşdu və sonra da oyunu silmişdim. 4 ildən sonra 2020-də, 2024-də təzədən geri döndü sıfırdan. Yəni biraz Free Fire kimi mən Cemal falan bilmirəm və Çakın da ən yaxşı kostyum var. Bu çox zor o kostyum deyə qaqa. Sonra da belədir. Huysuz Miko var. Melody var, sırf Melody. Lily var. Moya var. Ən sevdiyim ikinci gizəmlidir və bu Sünger Bob etkinliyində gəlmiş yadımdadır. Ən sevdiyim bu ikinci gizəmlidir mənim. Oliye var, Oliye. Bunun ən yaxşı kostyumları var məndə. Ən yaxşı kostyum da budur, bu da var. Firavun, yəni Firondur da. 16-30 hazırlanım var, tez videonu çəkək. Və yeni saç yemək var. Yəni uzaq deyə deyirəm. Evlərsiz bu hələ çox var, amma uzaq deyə deyirəm. Hansı quşanları biz? Bunu quşanım bu. Sarı ən sevdiyim rəngdir deyə bunu quşanım. Cici belədir. Clovian, Glovebird, Naja. Bunu sevmirəm o karakteri. Spike ən sevdiyim efsanələrdən biridir və mənim bu hesabımın ilk efsanəvisi olub. Yəni düz 2 ildir vardı. İlk efsanəvim Spike olub. Başqa Leon var, Onu tanışıyorum. Sandy var. Mənim hesabımın ikinci efsanəvisidir. Kabus zor da ama yani bulmuşam Fener'i. Amber'in en yaxşı kostyumu bizə var, efsane bir kostyum. Mələk var. Surge axırda göstərəcəm dostlar, Surge'ı. Chester belədir, Chester'lar. Tabii ki. Cardelius belədir, Kit belədir, Draco'muz belədir. Kenji'miz belədir. Kenji'ni fullamışım güzel. Efsanələrin çoxunu fullamışım. Pierre belədir. O kadar da sevmirəm. Ama biraz da olsun sevirəm Pierre'i. Ultisi zordur. Və buna neydi? Sirius belədir. 2 tane də Ultra ikisi məndə var. Amma və bu Crow belədir. Crow'u indi alacağım. Və məndə Crow mega kostyum var. Və gələk əsas məsələ. Mənim dostlar bu oyunda, Brawl Stars'da düz 2024'dən 2020'də ən sevdiyim Leon idi. Leon aslandı, özü qəşəng Leon xarakteriydim. Ən sevdiyim karakter Leon idi və mənim də hal-hazırda ən sevdiyim karakterlərdən biridir təbii. İndi də çox sevirəm Leon'u. Amma mənim ən sevdiyim 2024'dən, yəni Paul'un 3 ildir ki, ən sevdiyim karakter Surge'dür da. Surge 2024'dən və bütün kostyumları var, bütün. Baxın, bu var. Gümüş var. Altın var, Kraken Surge var, Jin Surge var, şöyle kalpli iskelet Surge var, anti kahraman iskelet Surge var, ajan Surge var. Yani bu üçü Brawl Plus sözü kafasında almıştım. Bu gümüş, bu altın kuşamcı, bu değerlidir. Yani ben en sevdiğim karakter Surge. Yani təsəvvür edin, o kadar bu karakterin hayranıyım ki, hem gümüş hem de safını almışım. Yani 35.000 altın gelip bunlara. Və 8 prestij, 8 prestij. Nəysə prestij frank 1146 ikinci bunlar belədir. Lirikonu çalışırıq eləməmizə. Amma mən çox da dost aydınlıqlar prestij falan kasmıram. Bu karakterlərə ki kassam var o. Qaqa, bilirsən nələr olaram. Mən çox zor olardı. Kasaram. Axotum o qədər də yəni cilmə yoxdur, amma yenə də kasaram. Və dostlar, kulübümüz budur. Qohumumla bizim kulübdür. Qohumumcinin kulübüdür. Bizim qohumumuzun. Ay bilə, yer dolubdur. 30 nəfər yer dolub, yəni gələnməyəsiz. Üzrsən və şeydir də 1 milyon kupadır. Qardaşım da bu kulübdə 10-cu yerdədir. Qardaşım da az qalıb. Bir karakter qalıb, o da isə Eevee'dir. Baxın bu. Bunu da alır, alsa bitir. Sonraki videoda dostlar, qardaşım hesabını tanıtacağım. Yəni tanıtacağım. Gəlib icazə alaram. Biraz icazə alıb eləyəm. Normal bir də cəbilərsəm əsəbləşir. Mən hazırda bu gizəmlərin arasından çoxalmaq istəyirəm. 30 olmasın. Elə bir də bir Crow istəyirəm. Başqa fisiyo işini. Crow'u tez alsam çox rahat olar.
İndi nə danışaq? O video, yavaş-yavaş videonun bəs sonuna gəlir, amma aşama da güzel olmuş və kazanma sayısı 44 max. 4'te və bu dostlar deyirəm ki, bunlardan göstərək. Profilə o qədər heç kim gözləmir. Yenə də baxmaq istəyənlər üçün göstərirəm, baxın. Yəni belədir. Morsin şeyini qoymuşam. Bunlar belədir. Bunu göstərim. Bunlar da bizim şeylərimizdir. Dislike qoymuşuq. Dislike. Ünvanlar da belədir. Bunu qoymuşam. Və ən çox maksimum gizəmli. Baxın 2024 şeylər. 2024'də oyun biraz qəribə idi. Bunu bayarım ama yenə sək. Hadi yox, qaqa. Gizəmli daha zor biraz görünür dəqiqə. Gizəmli qaz. Ay bilir. Ya gizəmli daha yaxşı məncə. Elə. Yaxşıyıq. Nəysə dostlar, videonun yaxşı sonuna gəlməyə çalışaq və bir dəqiqə gözləyin. Mən bu gün həm dostlar buradan Squeak bütün kostümünü tamamlamaq üçün burada yəni Squeak kostümünü almışdım. Bu müzəffərlə. Nəysə belə. Nəysə dostlar, bir dəqiqə qaqa. Mən arkadaş necə də belə olub, bir dəqiqə. Neyse bir başa düşmem. Neyse dostlar, bugünkü videomuz bura qədər idi. Bir tane gözden dostlar, sizden birlikte bir tane aksesuar alacaqsansa bir karakter aksesuar alacaqdım mən deyəsən. Hansı karakteri də almaq istəyim? Şeydi deyəsən bir dəqiqə. Bu deyil, bu lazım deyil. Siktir olsun oyuna. Karakterin hansı birine mən şey lazım idi aksesuar. Söz olmaz, sözün var yox unutulmuş. Baxın bu artı idi, bəli. Bu aksesuar çox zor aksesuardır. Ona görə bunu kuşanıram. Neyse dostlar, bugünlük videomuz bura qədər olsun. 23 dəqiqə video atdım. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sonraki videolarda görüşənədək və bundan sonraki videolar burası olacaq. Mən dedim də Free Fire nə var? Kaos etkinliyi nə vaxt istəyirsə kaos etkinliyinə başlayacağım. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sonraki videolarda görüşək və axşamki PSG Bayern Münih oyunun skor təxminini də yoruma yazsanız yaxşı olar. Mən demişəm PSG-diyəm və sonuna qədər PSG-ni tutacağım. Öz meydanımızda oynayır, yəni PSG meydanında oynayır. Mənim təxminimcə 3-1 udarıq. Əgər 2 fərqlə öz evimizdə tutsaq və səfərdə Bavariyanın evində bircə dənə qol atsaq, da təmiz rahat finaldayıq. Amma onu bilirəm ki, biraz çətin olacaq. Nəysə dostlar, sağ olun, özünüzə yaxşı baxın. Sonraki, sabahki videoda görüşərik.